araşdıracaqsan, yenilikləri gözləyəcəksən, trendləri izləyəcəksən, daha fərqli nə edə bilərəm? Yoxsa bir müddətdən sonra arxayın olursan, başqa bir şirkət daha fərqli bir xidmətlər təklif edib səni uzaqlaşdıra bilir. Bunlar çox önəmlidir. Bunlara çox diqqət olunmaq lazımdır. Yenə deyirəm, günümüzün satçılığı, günümüzün marketinqçiliyi budur. Gəlmişəm, nə lazımdır sizə? Bu, hə. Lazım deyil, yox, mən getdim. Bu dönəm bitir. Bu satçılıq deyil. Buna ehtiyac olmayacaq. Bunu ən gözəl şəkildə onlayn satış əvəz eləyəcək. Bizə ehtiyac yoxdur. Adam girir, daxil olur şirkətin saytına, bu mallar səbətinə əlavə edilir, bitdi, getdi. Neynir? Elə bir dənə tıklayır, altında bütün ən gözəl şəkildə məlumat da verilir, məhsul, xidmət haqqında. Neynir ki bizi? Nə ehtiyac var ki? Var da hər şey, məlumat da var, qiymət də var, hər şey də var, endirim də var. Bizim buna niyə lazımıq ki? Yəni biz o vaxt lazımıq və bundan sonra lazım olacaq o vaxt ki, biz əsl satıcı olaq, əsl idarəçi olaq. Dediyimiz consulting budur, danışmanlıq budur. Yəni o heç vaxt insanı əvəz eləyə bilməz. Amma birə-bir emosional şəkildə praktik bilgilərimizlə, duyğusal tərəfimizlə, analitik düşüncəmizlə biz daha öndə olmalıyıq.